Deməli 60% spirt məhlulundan deyir. 20%-ni götürüb yerinə həmin miqdarda su töküldü. Spirtin tapın. Bir öncəki videolarımdakı həll yolu qaydası ilə gedəcəm. Və bir nüans var burada. Bizdə 60%-li falan məhlul deyə bir şey yoxdur. Olmadığı üçün və faiz məsələləri həll etdiyimiz üçün bura özümüzdən bir rəqəm yazaq. Məsələn 100. 100 litrli bir məhluldur. 100 litrlik məhluldur. İndi davam elə. Deyir ki 100 litrli 60%, indi 100 özümüzdən qoyduq da. 100 litrli 60%. İndi deyir 20%-ni götürdülər. Yəni 20%-ni götürmək, 100-ün 20%-ni tapanda 20-yə vurub 100-ə bölürsünüz də. Bu da 20 litr. Yəni bir elə bilin ki, bunun içərisindən 20 litr götürürəm. Bəs 20 litrin neçə faizli bir məhluldur? Yenə də bir 60% məhluldur. Yəni sən onun içərisindən əvvəl dediyim kimi istəyirsən 30 götür, istəyirsən 40 götür. Onun faiz miqdarı dəyişməyəcək. Yenə də onun 60% spirtdir. Götürüldüyü üçün çıxırıq. 20 litr, bunu yazmasaq da olar. 20 litr 60%. Sonra deyir, yerinə həmin miqdarda su tökdülər. Həmin miqdarda deyəndə, yəni 20 litr su töküldü. Hə, su töküldü deyiriksə, artıq suyun içində duz var? Xeyr, yoxdur. Onun üçün də onu 0%li götürürük. Bərabərdir. İndi alınan yeni kütlə nə qədərdir? Kütlə dəyişmədi. Çünki 20 götürdük, 20 də əlavə elədik. Yenə də 100-dən söhbət gedir. Vurulsun x. Bir daha təkrar getmək istəyirəm. Məsələdə bizə 100-ü vermədiyi, kütləni vermədiyi üçün özümüzdən məsələ həll edirik də, kütlə qoyduq 100. 60%li, ondan 20%-ni götürürük. 20%, yəni 20 litrini, yenə də 60% bir məhluldur. Həmin miqdarda deyir, su əlavə olundu. Su əlavə olundu deyirsə toplayırıq. Götürüldü deyirsə çıxırıq da. Suda da faiz olmadığı, duzluluq olmadığı üçün onu 0%li götürdük. Məsələni həll eləyək. Təbii ki, o sıfıra buranı da 0 elədim. Buradan sıfırları ixtisar edə bilərəm. Hər ikisindən 2 0, 2 0, 2 0 getdi. Qaldı 60, çıxılsın 12 bərabərdir x. X də bərabərdir 48%li.